إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اِتَّقُوا اللّٰهِ. Əziz, dəyərli müsəlmanlar, əziz qardaşlar, ilk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir. Buyurur ki, biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allah'tan qorxmağı tövsiyə edirik. Elhamdülillah, əzəmətli günlərdə ömür sürürük, əzəmətli gecələri yaşayırıq və dünyanın ən əzəmətli günüdür bu Ramazan ayının, mübarək Ramazanın günləri. Hansı ki Allah Teala öz lütfü ilə bu ayı rəhmət ayı eləyib. Bu ayı bağışlanma ayı edib, bu ayı oddan nicat, oddan xilas olma ayı edib. Cənnətin qaplarını açıq edib, cəhənnəmin qaplarını bağlı edib, şeytanları bağlayıb, asanlaşdırsın deyə bəndələrinə bu ayın ibadətini, necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm vurğulayıb ki, Ramazan gəldiyində cənnətin qapları açılar, cəhənnəmin qapları bağlanar və şeytanlar da zəncirlənər. Və bəzi rəvayətlərdə deyək ki, heç bir qapı, cənnətin heç bir qapısı bağlanmaz, cəhənnəmin heç bir qapısı açılmaz. Ona görə bu neymət hansı ki içindəyik, bəzən dərk etsək də, dərk etməsək də, yaşasaq da bu neyməti, əzəmətliyini başa düşməliyik. Ola bilər ki, yaşayaq, lakin dərk etməyək. Və bu neymət hansı ki içindəyik, onda olan ibadətlər, itayətlər, əzəmətli bir fürsətdir. Hansı ki Rəbbimiz lütf edib bizə ki, bu salih əməllərlə ona yaxınlaşa bilək. Fürsət verib Ramazanı, əvəz olunmaz bir fürsət. Və göstərib ki, ondan məhrum olan həqiqi məhrum odur. Onun gecələrində, gündüzlərində səhlənkarlıq edən, açıq aydın xəsarətdədir. Və peşmançılıq duyacaq. O gün ki, ehtiyac duyacaq. Bu günlərdə edilən əməllərin savabına, bu günlərdə edilən itayətin əcrinə və deyir ki, Rəbbimiz يَوْمَ اِذٍ يَتَذَكَّرُ الْاِنْسَانُ وَاَنَّ لَهُ الذِّكْرَ. O gün insan xatırlayacaq, lakin xatırlamasının nə faydası? يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِهَيَاتِ. Deyəcək ki, kaş ki həyatım üçün hazırlaşaydım. Həyatım üçün nəsə hazırlayaydım. Ona görə İbn Kəsir rahimehullah deyir ki, peşman olacaq etdiyi asiliklərə görə, əgər asilərdəndirsə. Və peşman olacaq itayətdən edə bilmədiklərinə görə, əgər itayət edəndirsə. Peşman olacaq ki, itayətini niyə artıq eləmədi? Çünki qiyamət günü insan möhtac olacaq savablara, möhtac olacaq əcrə, hansı ki qiyamət günü onu ilə olacaq alış-veriş. Mübadilə savablarla, günahlarla olacaq. Başqa bir şeylə olmayacaq. Bu dünyada etdikləri əməllərin mükafatı olaraq ya cəza alacaq, etdikləri günahlara görə ya cəzalandırılacaq, ya da ki etdikləri əməllərə görə savab alacaq. Hansı ki bir savab üstün gəlsə əməl tərəzisində insanın nicatı deməkdir. İnsanın zəfərə çatmağı deməkdir. Əgər bir savab üstün gəlsə və bir günah üstün gəlsə insanın həlaki deməkdir. Əgər Allah Teala rəhməti ilə əhatə edib bağışlamasa onu. Ona görə mömin dərk edir ki, bu dünya həyatı hansı ki yaşayır, o sadəcə axirət həyatına bir keçiddən başqa bir şey deyil. Baxmayaraq bərbəzəyi, zinəti, gözəllikləri çox olsa da, lakin imtihan diyarıdır, keçid diyarıdır. Həqiqətdə bu diyar
dayanacaqdır ki, insan burada nə bacarırsa əməllərdən etsin ki, burada nə qənimət əldə edə bilirsə etsin ki, qiyamət günü qarşısına çıxsın. Və Allah Taala'nın itayətindən bu dünyada nə bacarırsa edə bilirsə etsin. Vaxtını, zamanını Rəbbinin itayətinə sərf etsin. Aldığı nəfəsi onun üçün səmərə olsun qiyamət günü, o əbədi qalacağı diyarda ki, dərəcələri artsın, Rəbbinin razılığını qazansın. Yoxsa ki, qiyamət günü mücərrəd arzulardan başqa əlində heç bir şey qalmayacaq. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləmin bir hədisini xatırlayaq, hansı ki, Utbə ibn Abd radiyallahu anhu, bəzi rəvayətdə ya ki, Utbə ibn Abdillah Əs-Süləmi radiyallahu anhu nəql edir Peyğəmbər sallallahu aleyhi və səlləmdən, deyir ki, sallallahu aleyhi və səlləm, "Ləv ənə abdən xarra alə vəcihi min yevmin vulidə ilə ən yəmut haraman fi ta'atillah." Deyir ki, əgər bir qul, bəzi rəvayətlərdə gəlib ki, əgər bir kişi doğulduğu gündən qocalıb öldüyü günə kimi Allahın itayətində üzü üstə qapansa, bəzi rəvayətlərdə gəlib ki, Allahın razılığı üçün üzü üstündə sürünsə, doğulduğu gündən yaşlanıb qocaldığı günə kimi ləhəqirə zəlikəl yevm, o gün onun əməlini heç edər. Yəni, qiyamət günü o əməlini put görər. Doğulduğu gündən qocalıb 60, 70, 80 yaşa çatana qədər üzü üstündə itayətdə olsa və üzü üstündə Allahın razılığı üçün çəkilsə, sürülsə, o gün onun əməlini heç sayar. O gün etdiyi əməlini az görər. Deyir ki, sallallahu aleyhi və səlləm, وَلَوَدَّ أَنَّهُ يُرَدُّ إِلَى الدُّنْيَا, arzulayar ki, o qayıtsın dünyaya və ya qaytarılsın dünyaya, كَيْمَا يَزْدَادُ مِنَ الْأَجْرِ وَالسَّوَابِ, əcr və savabdan daha çox etsin deyə. Əcr savabı daha çox olsun deyə. Ona görə bu hədis əzəmətli hədisdir. Peyğəmbər sallallahu aleyhi və səlləm açıq aydın göstərir bizə ki, mömin nə qədər çox Allah Taala'nın itayəsində dursa da, həyatı boyu Allah Taala'nın itayətində yaşasa da və buna baxmayaraq qiyamət günü o vaxt ki, çıxacaq əzəmətli savablarla, əzəmətli əcrlə Rəbbinin huzuruna yenə etdiyi əməllər heç gələcək ona. O gün o əməllərin hamısını heç göstərəcək ona. O əzəmətli gün onun etdiyi əməllər onun üçün heç gələcək. Arzulayacaq ki, yenə daha çox savabı olsun. Yenə daha çox əcri olsun. Ona görə arzulayacaq ki, qayıtsın bu dünyaya. O salih əməllərdən yenə etsin. O salih əməlləri yenə artırsın. Ona görə hədis göstərir bizə ki, itayət, Allahı xatırlamaq, Allaha itayət eləmək heç də mücərrət, vacib Allahın buyurduğu əmrlərdən ibarət deyil. Əksinə, bu itayət hansı ki, Allah Taala əmr edib bizə, o bizim üçündür. Bu dünyada və axirətdə zəfərə çatmağımız üçündür. Uğura çatmağımız üçündür. Ona görə bu ayda o uğurun bir parçasıdır. Bu ay o uğura çatmaq üçün verilən bizə bir fürsətdir. Hansı ki, asanlaşdırılıb, itayətlər asanlaşdırılıb, cəhənnəmin qapıları bağlanmaqla bu ayda, cənnətin qapıları açılmaqla, şeytanlar bağlanmaqla. Ona görə bu mübarək ay həqiqi fürsətdir. Ona fikir versək, bu ayın əzəmətli ibadəti hansı ki, oruc əmr olunub bizə, o orucun özü əzəmətli bir itayətdir öz özlüyündə. Və ona görə qiyamət günü o ibadəti yerinə yetirənlər seçiləcək. O vaxt çağırılacaqlar, Rəbləri səslənəcək onlara, deyəcək ki, Kulu vaşrabu həniyən bimə əsləftum fil əyyamil xaliyə. Keçmiş günlərdə etdiyiniz əməllərə görə və əməllərin nəticəsi olaraq nuşicanlıqla yeyin için bu əzəmətli ayə bizə xatırladır ki, mömin axirət günü tutduğu orucuna görə əzəmətli bir lütf olacaq onun üçün Allah Taala'dan. Bu dünyada bu ibadəti yerinə yetirdiyinə görə. Ona görə təfsir alimləri, Mücahid, başqaları deyir ki, bu ayə oruç tutanlar haqqında nazil olub. O gün ki, yəni qiyamət günü insanlar, Allah bilir, nə qədər kədər içərisində olacaq olar, nə qədər qəm, qüssə içərisində olacaq insanlar qiyamət günü gözlədikdə, ac, susuz,
istidə, gözləyəndə ki, haqq hesabı Rəbləri səslənəcək onlara, deyəcək, kulu vəşrabu həniyən bimə əsləftum fil əyyamil xali. Yeyin için bundan əvvəl etdiyiniz əməllərin nəticəsi olaraq. Nuşu canlıqla yeyin için. Ona görə oruc da heç də mücərrəd yeməkdən, içməkdən, şəhvətdən imtina deyil. Necə ki, bəziləri zənn edir ki, orucu pozan yemək, içmək şəhvətdir. Yox. Əksinə, oruc həm mənəvi, həm maddi orucu pozan amillər var, hansı ki, onlarla insan orucunu fəsad edə bilər. Günahlar hansı ki, fəsad edir orucu, asiliklər hansı ki, fəsad edir orucu. Ona görə də oruc əslində elə bir ibadətdir ki, qulu Allah Taalaya yaxınlaşdırır. Bu əzəmətli itayət hansı ki, fürsət olaraq Allah Taala edib bəndələri üçün, fürsət olaraq verib ki, bu itayətlə, bu ibadətlə Rəblərinə yaxınlaşsınlar. Bu ayda olan ibadətin digər növləri ilə bərabər, namazla, zikirlə, Allahın kitabını oxumaqla, sədəqə ilə, ona görə əslində oruc bir mədrəsədir. İman mədrəsədir, hansı ki, müsəlman o mədrəsə ilə tərbiyələnir bu ay girəndə. Ən başlıca Allah Taalanın təqvasını əldə etmək üçün, ona yiyələnmək üçün, eləcə də digər yaxşı əməllərdən nə bacarırsa etmək üçün. Ona görə həris olmalıdır Allahın kitabını oxumağa, Allahı zikr etməyə, sədəqə verməyə, qohumluq əlaqələri saxlamağa, insanlara əziyyət verməməyə, gözəl əxlaqa yiyələnməyə. Bu səbəbdən Peyğəmbər s.ə.v vurğulayıb ki, oruc heç də təkcə yeməyi, içməyi tərk etmək deyil. Ona görə tövsiyə edib ki, oruclu olanda qoruyasan orucu. İzə kənə yevmu səvmi əhədikum fələ yarfus və lə yəsxab. Sizdən biriniz oruc olduğu halda nə pis əməl etsin, nə pis söz danışsın, nə qışqırıb səs-küy salsın. Fəin səbbəhu əhəd əv qatələhu fəliyəqul inni saim. Əgər kimsə oyunu ilə vuruşmaq istəsə, onu söymək istəsə, desin ki, mən orucam. Və Ramazan bu fürsət hansı ki, Allah Taala verib bizə, bəzi günləri keçib gedib artıq. Demək olar ki, əksər günləri və bilmirik nə qalıb ondan biz nəyə nail olacağıq, nəyə yetişəcəyik. Ona görə də hər birimiz həris olmalıyıq bu mübarək günlərdən istifadə etməyə və dua etməyə ki, Allah Taala müvəffəq etsin bizi və dua etməliyik ki, Allah Taala qəbul etsin bu əzəmətli ibadəti bizə və fikir versək, dua bu ibadətin ayələri arasında ortada zikr edib Allah Taala və bəyan edib ki, Rəbbi ilə bəndə arasında duada heç kimə ehtiyacı yoxdur. Birbaşa atsa əllərini, diləsə Rəbbindən, Rəbbi ona verəcək, çünki Rəbbi ona yaxındır. Və izə sələkə ibadi anni fə inni qaribun ucibu də'vətəd da'i ilə dəni. Bəndələrim səndən məni soruşsalar, mən yaxınam, dua edənin duasını qəbul edənəm. Allah Taala bizi bu ayda qəbul olan şəxslərdən etsin, öz lütfünü bizdən əsirgəməsin, günahlarımızı bağışlasın, bizi, övladlarımızı, ailəmizi, valideynlərimizi bu ayda cəhənnəm odundan xilas etdiyi bəndələrin sırasına yazsın. Bizi Ramazan ayını bitirib, onun orucunu, ibadətini yerinə yetirib Allahın sevdiyi, razı qaldığı bir şəkildə əda edən bəndələrindən etsin. Allah Taala oruclarımızı qəbul etsin, ibadətlərimizi qəbul etsin. Bizi və bütün müsəlmanları bu ayda xeyrə müvəffəq etsin və qiyamət günü də orucumuzla Rəbbimizin huzurunda sevinən bəndələrdən etsin. Əqulu mə təsməun və əstəğfirullah li və ləkum və li sairil muslimin min kulli zəm fəstəğfiruh innəhu vəl-ğafurur rahim.